İlk videodan bir ay keçdi. Amma o videoya o qədər baxılmadığı üçün buna çox üzüldüm. Amma sonra TikTok səhifəmdə ilk videolardan qısa hissələr qoyduqdan sonra artıq xoş geri dönüşlər almağa başladım. Və bu rəylər mənə ikinci videonu çəkməyə ilham verdi. O zaman başlayaq. Həmişəki kimi videoya paşet asmaqla başlayırıq. Bu qədər müddət keçib bəlkə yaxşı bir futbolçu qazana bildik, amma yenə də şans bizdən üz döndərir. Nəysə, keçək oyuna. Sonuncu dəfə 4-cü liqaya vəsqə qazanmışdıq. Bu dəfə isə məqsəd 3-cü liqa uğrunda mübarizə olacaq. İlk turdan elə rəqib Rusiya olur. Ənənəvi 4-4-2 taktikası ilə mübarizəyə başlayırıq. Rəqibin də heyəti çox güclüdür. Oyun başladı. İlk hücum bizdən gəlsə də artıq öyrəşdiyimiz Mbappe yenə özünüzü qara eləyir. Niyə Aykliya? Niyə? Bax nəyin əskikdi? Gül kimi də pas idi. Niyə? Amma sağ olsun Messi, siz əldəyməyin, özüm vuracam dedi və vurdu. Rusa vurduğum üçün də belə qol sevincimi göstərərəm ona. Elə bu qolun dalğasında rəqib üzərkən 41-ci dəqiqədə Fermin Lopezin zərbəsi Lewandowski'nin qabağına düşür. O da belə şeyi əfv eləmir. Sadəcə bu qol sevincində nə anlamağa çalışdım, amma heç nə başa düşmədim. Rakip ne olduğunu anlayamadı bile. Siz başa düşdünüzsə aşağıda yazarsınız. Birinci hissə bu hesabla bitsə də rəqib ikinci hissəyə qazlı başlayır və Maradona hesabdakı fərqi minimuma endirir. Haqqını amma qəşəng qol idi. Hələ acıq verməyinə bax, olacaqlardan xəbərsiz. Elə bu qoldan sonra Maradona məni saxlamaq olar, qaqaş deyib hesabı bərabərləşdirdi. Səni saxlamaq olmursa mənə heç olmaz dedim. Futbolçularıma 1-2 dənə tapşırıq verən kimi futbolçular məni eşidib elə mərkəzin oyun başlayan kimi möhtəşəm şəkildə pası Fermin tamamlayaraq hesabı 3-2 edir. İndi Rus düşünsün. Bu qədər qoldan sonra utanan Mbappe'nin yadına düşür ki, mən də hücumçuyam, amma hələ də qolum yoxdur. Biraz vicdan boğandan sonra Mbappe hesabı 4-2 edir və Rusu susturur. Oyun elə 4-2 bitir. Bununla da 4-cü liqada ilk qələbəmizi qazanırıq. Bundan sonraki rəqibimiz də fərqli biri. Yəni C Cleaner olur. Respect C Cleaner. Oyun başlayan kimi də Torres qaqamız toru sirkələyir. Oyun bu qoldan sonra çox sakit keçərkən oyunun 68-ci dəqiqəsində qolu biz vururuq. Amma öz qapımıza. Və necə axı, necə? Burada topu uzaqlaşdıra biləcəkkən ən axırıncı variantı necə seçə bilirsən? Heç nə. Təmiz ruhdan düşmüşkən rəqib 3-cü qolu vuraraq bizi meydandan süpürməyi bacarır. Respect C Cleaner. Bununla da 4-cü liqada ilk məğlubiyyətimizi almış oluruq. Növbəti qarşılaşmada rəqibimiz Mullet Team adında 3125 gücə malik bir komandadır. Mullet Team adının tərcüməsini maraqlandım ki, nə deyir? Amma əmin ola bilmədim. Azərbaycanca düşünülmüş komanda, türkcə isə sıcaq takım mənasını verir. Qardaş, hansına inanaq indi bunun? Oyun başlayır, amma nə başlayır? Valverde yenə möhtəşəm bir qolla komandanı hesabdan önə çıxarır. Arxası isə Mbappe də bir o qədər gözəl qol vurur. Gözümə girirsən ha Mbappe, maşallah deyək. Ondan sonra oyunda yenə bizimkilər öz amplasındadır ki, qol buraxaq. Vallahi billahi mən bu Theo Hernandezdən necə qurtula bilərəm? O cinahda kimi oynada bilərəm? Bu oyunçu başımı oynatsır artıq mənim. Amma nə qədər dirəşsə də oyunu 2-0 bitirərək növbəti qələbəni qazanmağa nail oluruq. Daha 3 oyun bərabərlik, məğlubiyyət və qalibiyyətdən sonra 10 xalı olan komandamıza 5 xal lazım idi, amma qarşıda 4 oyun vardı. Nə olur olsun ən azı bir qalibiyyət lazım idi. Qarşıdakı komanda da çətin komanda sayılırdı. Amma artıq qarşıda məqsəd vardı ki, 3-cü liqaya adlamalıyıq və bu məqsəd özünü oyunun 14-cü dəqiqəsində göstərir. Heç gözləmədiyimiz biri hesabı açır. Sizcə kim? Theo Hernandez. Məni təəccübləndirirsən ay Theo. Eləmə belə. Komandamızın növbəti hücumu zamanı maraqlı bir vəziyyət yaranır. Mənə görə burada penalti yox idi. Anlamıram futbolun bu oyun fizikasını. Rəqib cərimə meydançasında yıxılmadan penalti necə verilir? Heç nə, onsuz da haqsız olan penaltimizi Messi qaqamız da vura bilmir və haqq ədalət öz yerini tapır. Bununla qola duyan komandamız 90-cı dəqiqədə yenə maraqlı bir qolla rəqibin özünə qol vurduraraq oyunu tamamlayır. Artıq 3-cü liqanın bir addımlığındayıq. Rəqib isə Türkiyədən Beşiktaş klubunu təmsil edən Akbabuş ləqəbli komandadır. Amma Türk qaqamız bizim baskıya dözə bilməyərək səhv edir. Amma Lewandowski bu səhvi bağışlamaz. Hesab isə oyunun 63-cü dəqiqəsində bərabərləşir. Amma buraxdığımız qola bax. Bu tip qol buraxmaqdan bezmişəm artıq. Heç nə babuş, görüşərik sənlə. Elə biraz keçmədi, Lewandowski yenə hesabda bizi önə keçirməyi bacardı. Bilmədim bu qola sevinim ya gülüm. Deyərkən 74-də hat-trick edən Leva məni susturur. Sağ ol Leva, sən premiyanı haqq edirsən. Elə bu sözü demişdim ki, Mbappe'nin də deyəsən kreditləri yadına düşür, premiyadan pay istəməyə başlayır. Elə bu dəmdə komanda böyük hesabla növbəti 3-cü liqaya vəsqə qazanmağa nail olur. Halal uşaqlar, sizinlə fəxr edirəm. Bundan sonra isə bizi daha çətin oyunlar gözləyir. Gözləyə görək nə olur. Video haqqında isə fikirlərinizi şərhdə yazmağı unutmayın. Fikirləriniz önəmlidir. İndi isə gələn videoya qədər sağ olun, salamat qalın.